Hə, hə, başa düşdüm, başa düşdüm. Hə, sən uzaqdasan da onun üçün gələ bilmirsən, hə. Bildim, bildim babam. Yaxşı, yaxşı, başa düşdüm. Yaxşı, sağ ol, sağ ol. Yox, hə, pul nə deməkdir? Yox, pul olmaz, pul nə deməkdir? Yaxşı. Ya, yaxşı baba, əsəbləşmə də bir. Yaxşı, nədirsə verərsən də əsəbləşmə. Sən ol, əsəbləşmə. Sən əsəbləşsən sonra təzyiqin zan qalxır. Dubayda sən indi kimdir oradan bura gətirən? Yaxşı, sağ ol, sağ ol. Deyirəm, qoca kişidir, ağlı başından gedibdir. Mən bir dəqiqə kasıb ola. Acından gün orta duran adam ola. Fikirləşdim ki, mənim indi varlanıbdır, mənim babam varlanıb da. Geri Dubayda zətdə istirahətə. Mən buradan bura o bir şəhərə çıxıb gedəmirəm. Qaldı Dubay. Nəysə, indi mən belə fikirləşdim babamın yerindən. Yəni mənim o boyda pulum olsa, indi mənim bir dənə traktorum olsa, o boyda pulla bir uşaq tutaram, bir nəfər tutaram, deyərəm ki, şumladı ərazinin hamısını. Yəni niyə mən? Hələ mənə deyir ki, təkcə mən səni güvərəm də. Ay kişi, o boyda pulum var, bir nəfər tut da. Amma olsun da məndən nə gedir? Mənə tayda pul gələcək də. Qalmışam ancaq bu dırınqlet maşının içində. Bəlkə bir babat pul zat verə, yazığı gələ mənə maşınım zadımı gəlib dəyişərəm. Nəysə. Benim maşınıma gedim onun dediği yere xəritədə haran işarətləmişdi. Haran demişdi. Bir dəqiqə mən mahnımı buradan söndürüm. Bir dəqiqə evi hardaydı onun? Evi hardaydı? Deyəsən buralarda olmalıdı. Bir dəqiqə. Hə, deyəsən burada olmalıdı onun evi. Hə, deyəsən, nəysə. Gedim onun yanına. Görüm, deyir ki, mən bir dəqiqə özüm Dubaydayam. Yəni, mən gəlib şu adam falan tutamıram da, başının üstündə durum, şumluyum. Traktor oradadır, sən şumlayarsan da ərazini. Mən deyim, yaxşı da, nətər deyirsən, ehtiyatlı ol, ehtiyatlı ol. Ay da, qabağı nə günə düşdü maşınla. Nə, sür. Allah, sür. Ay da, arxadan da biri vurdu. Şəhər belədir, yəni bu şəhərdə düşəsən, kimləsə dalaşasan, kiməsə bir güldən ağır söz deyəsən, götürürlər, tapançanı vururlar. Nəysə də, mən də öz başımın çarəsini yavaş-yavaş tapmağa çalışıram. Babam da sağ olsun, pulsuz vaxtda aydı, polisin arxasınca gedirik. Vurub eləyəcək bir dəqiqə. Mən ötüm kesin bunları. Hə, mən yavaş-yavaş... Oy, zibil, Allah, sənin mən kapotum düşdü. Demək olar çatmısan. Biraz da bu yollar nə gündə də bu kişi milyonerdir. Milyoner deməyə. Yəni də pulu tapıbdı da şey. Hardansa işləyib tapıbdı. Bu yolları niyə əl gəzdirmir? Yəni bu babat maşını, qəşəng maşını da olar da yəqin. Bu yolları düzəltsin də bu kişi də. Yəni olmaz. Mənim dırınqelet bir dənə maşınım var. Qaldım bunun əlində çıxamır bayaqdan o dağı. Nəysə, harda da bu kişinin evi. Deyəsən o birisi olmalıdır, hə? Deyəsən o birisidir. Baxın, görüm, xəritədə düz tapmışam. Deyəm, bir dənə keçim bu tərəfə, yolun üstünə saxlamayım. Görüm, düz yerə gəlmişəm. Baxaq, görək bir dənə. Düzdür. Keç buradan düz gəlmişəm. Bir dəqiqə, içəriyə girək, görək bu evdə, deyəsən. Hə, Allah traktoru da bura qoyubdur. Keç. Güc elə biraz, hə. Ay, eşitdirdim ala maşınayı. Deyəm, saxla görək burada. Deyəsən budur. Mən bir dənə zəng eləyim özündən soruşum. Bir dənə cəmaatın evinə zada girmiş olarıq. Saxla burada. Oy, istiyə bax, 99 Celsius dərəcə isti var. Bu nə isti də? Deyən görüm, mən sumkanı arxaya qoydum. Papağımı zadım taxaram mən birazdan. Bezdi yola, bu nə istidir. Özü buludların arxasında gizlənir. Mən də boğaza yıxıldım. Ala, bu nə istidir da? Oy da, səncimir də isti. Nəysə, bir dənə zəng eləyim görüm la. Alo. Ay baba, sən bu maşının traktorun şeydir, göy rəngdədir. Təkərləri zadı, biri böyük, biri balaca. Niyə söyürsən? Yadımdan çıxdı, hə? Ay, bu kişi deyir ki, traktorun onsuz biri balaca, biri böyük. Amma düz deyir də, biri balaca, biri böyük olur da. Hə, bildim. Göydür da, elə bil o birisi tərəfdən, o binalar var, hündür mərtəbələr tərəfdən. Gələndə ikinci ev. Hə, ikinci evdir. Hə, onda tutacağım. Hə, bildim. Onda mən şumlamağa başlayıram. Sən indi görərsən də, gör nə inirsən. Gələrsən, gedərsən. Yox, səni qaz yerinə niyə qoyuram, Ay, yox, pul nədir? Pul istəmədim. Yəni dedim, gələrsən də o mənada dedim. Pul nədir? Mən səni niyə qaz yerinə qoyuram? Yox, əstağfurullah.
Bu kişi nə danışır? Xəstə, mənə deyir ki, sən məni qaz yerinə qoyursan, gör neyniyərsən nədir, birlikdə də pul istəyəndə verəcək pulu bu. Dəlidir ya, bu kişi də çatmır. Nəysə, açar da öz üstünə qoyub deyə. Bir dəqiqə. Buradan bir dənə keçək yavaş-yavaş. Dəyməyək. Buradan keçə biləcəyik biz. Yox, məncə buradan keçə bilmərik, dayan. Bir dənə belə baxaq görək. Keçərik. Keçərik. Ərazisi deyəsən buraydı da. Hə, deyəsən buralardı. Bir dəqiqə mən yavaş-yavaş buranı həll eləməyə başlayayım. O bir tərəfdən başlayacağım. Bu orta ərazi. Bir dəqiqə xəritəyə baxım özümdə. Bax bu ərazi. Buranı elə şumlamalıyıq. Bir dənə buradan başlayaq yavaş-yavaş. Traktorun üstündən gedək. Görək axırında alındıra bilirik ya biz bunu. Kollar zatlar imkan verməyəcək. Nəsə də. Yavaş-yavaş şumlamağa başlayaq. Kişi də oradan, qocalıb da o neçə yaşı olar, 60 neçə yaşı var, Bir demir nəvəm, gəl sənə bir sərmayə zat vereyim. Elə deyir, get işi bu gör, sonra pul, ol. Amma düzdür də, pul qazanmaq indi, yəni, özü də çətindir. Onun üçün çətindir, sən Allah, elə bir şeydir o, adamdır o. Özü bilir pul nətər qazanmaq olur. Mənə verər ki, heç biraz, get xərcdə elə. Biraz sürətli getməyək, buraları yavaş-yavaş keçək. Burada yolda daş sat var. Bir dəqiqə. Dön. Aha. 6 təzədən buranı təzədə eləmək lazımdır. Aşdı yala bu. Gəlin görüm al yavaş. Eləyəcək. Nə qədər yoruldum Allah. Oyda. Mən ağlımı yox deyəcəyim, kepka götürüm. Qoy gözümün qapısını bağlayım sana, sonra çırp eləyəcək qapısını niyə bağlamamsan? Ya da qalsın, kim var ki, qonşular da. Yavaş-yavaş gedim, ikisindən pişdim. Gəlin bir sumkamdan su zat götürüm. Oyda, bu nə idi? Ya da sumkamı gətirəm ataramına da. Demək olar ki, yarısını həll elədik də. Yəni bu tərəfi bütöv, yarısını həll eləmək olduqda ki. Bir dəqiqə gedək buradan yavaş-yavaş. Gəlin sumkamı götürüm gəlim. Tak bunları, askivi tak. Sumqanı daşır belə, qapını da bağla. Ya da açıq qalsın. Bağla, bir dəqiqə. Bir dəqiqə gözlə görək. Xodda qaldı maşın. Elə bir səs gəldi. Yox, elə bildim xodda qaldı. Yenə də biz bağlayaq. Gedək. Maşını gətirdim ki, bura göz qabağında olsun. Nəysə, yavaş-yavaş gedək. Sumkamı daşırdım belimə. Gedim bunu şumlayım da qutarım, görüm axırda nə qədər pul verəcəyi. Yəqin varır da, rahat bir 20 min, 30 min. O verər, bəlkə çox verir. Nəvəsi yanında da versin də. Mənə verməyəcək kimə verir. Onsuz da nəticəsi, kötcəsi yox. Bir də mən varam. Tək nəvəsi mənə deşin eləmir. Yox, yaxşı babadır. Baba yaxşı babadır. Buradan yavaş-yavaş eləməyə başlayam ki, davam eləyək. Ala, ehtiyatlı. Ala, başım siz gələn deyə, bu kişi buna niyə təkər alıb qoymur? Əsəbləşdim bütün. Çıx sən Allah. Oyda, bu ərazisi nədir? Oyda, bütün dərə təpədir. Oyda, qırıq, cırıq oldu ya maşına. Yavaş, ehtiyatlı ol. Ehtiyatlı, yavaş. Döndük, axırıncı qırıqdır. Axırıncı buralar qaldı. Buraları da elədiksə bitdi. Allah bir o kişi məni indi izləyir. Dronla zatla Allah bir mənə bir dəqiqə baxır, görüm buraları necə eləyir. Maşınımız oradadır. Maşına nə? Yavaş buraları eləyək. Qutarır. 2-3 santim zat qalıbdır. Ağac zat. Yəqin buraları nəsə əkib eləyər də. Yavaş. İndi özü bilər də. Mən pulumu versin, mən çıxım gedim. Dedim pul vermə, yalandan söz atırlar da zaman. Atırlar ki, pul verməyi lazım deyil. Dedim, nətər qışqırma. Dedim, təcqizal qalxacaq, infaksiya keçirəcək Dubayda. İndi pulumuz alın, hamısı xərcli getdi Dubayda, onun kişini gətirdi. Nəysə. Binalar da qəşəng binalardır. Bəlkə buralarda özümü epizoda alın. Lazım deyil, nəsə. Pulum var ki, elə danışıram. Güzel başı, mən bu ərazinin parasının 1/4-nin 0,1'ini ala bilərəm. O da ki, pulum çatmır. Nəysə da onda bir dəqiqə sumkam sakla. Ciğerim yanında, özü acından da ölürəm. Sakla.
Heç nə canımdan önəmli deyil ki, heç nə canımdan önəmli deyil. Tök bura. Nə var, nə yox, hamısını tök bura. Sumkamız adı, hamısını qoy yerə. Pikniki elə burada. Yeməyimiz adı yer rahat. Bununla bağlı yoxdur. Doydum ha. Nə qədər yedi? Mənim nə qədər pulum var ha? Ya buna baxaq görək mənim nə qədər pulum var. Bir dəqiqə hesabımıza girək. 36.048 dənə də çeyrek qızılım var. Neyse da minək. Yoruldum. 5 saatdə da buranı şumladım. Axırda bir babat pul versən, çıxardıb 2000-3000 verəcək. Mən də qalacam belə, yox da deyəməyəcəm. Al da desəm qışqıracaqsın razı. Neyse yavaş. Əlcəklərimi də taxdım. Da əlim mazol oldu. Roluna da bir fikir eləmir. Rolunu düzəlt də bunun kişi. Da bəs deyə da nə qədər eyni yerlər getdim mən. Bir dənə deyəsən, bu kənarlar qaldı, buraları eləmədim, hə? Buraları şumlanmayıbdı. Bir dənə bax bu hissə qaldı. Bax bu kənar. Bir dənə buranı da eləsəm da opsiyon. Buranı ya yəqin satar. Yəni nəyə satır? Onsa pulu var. İtiyyatlı ol. Sən aşıb eləyəsən. Yəqin ya satar, ya da indi özü bilər də. Soruşaram. Ala, açdım ala. Oy, da yola bax, ala aşırt deyə məni. Neyse, fisyon, bitdi. 5 saatlıq bir çalışma. Da yoruldum, bezdim. Da gedim bunu saxlayayım şeydə, həyətində. Da bağla burandı. Sumkamıza da hamısını qoydum, əlcəyimizi alma çıxartdım. Kişinin də maşınını qoydum ora. Sən gelin indi görüm nə deyəcək bu. Abi sroz da atır. Alo. Hə baba qoydum ya, hamısını elədim. İt yorğunam. Yoruldum da, bezdim. 15-6 saatdır da buraları şumlamaqdan. Yoruldum, doğrudan yoruldun nə də, öldüm bütün. Sən nə vaxt da gələrsən, pulu mənə verərsən də onda. Yəni mən deyirəm pul vermə, sən əsəbləşsən, vallah lazım deyil. Hesabı atdım, hesabında nə... Sən hesabı hardan bilsən ay baba? Baba sən yaşlı adamsan, oturmazın çəlik dibində. Sən hesab hardan bilsən? Kart hardan bilirsən? Öyrədibdilər orada. Başa düşdüm. O nə kuruq ay düşüb də öyrədibdilər. Hesabımda bu dəqiqə 36.000 pul var. 36.000 pul var bu dəqiqə hesabımda. Baxım hesabıma. Baxdım. Mən nə var ki? Dedim də 36.000 pul var. Yenə baxım. Sənlə 2-3 min pul göndərir. Bezdir deyə dayı. Baxım görüm nə qədər. 96.000? 60.000. Ay baba, süpersən ay baba, çox göndərdin. 60.000 pula mən nələr eləyərəm. Oy da o çox Baba çox sağ ol. Rədd olun. Ay baba da çorradı ne baba, çorradı ne? Zarafat edirsən. Başa bildim. Sən bəs zarafat eləyəsən. Nə bildim ki sən həmişə belə zarafatlar eləyirsən. Nəysə onda mən getdim. Sağ ol da. Görüşərik sonra. Yaxşı. Adı böyle oyda düşüyor valla. 60.500 mat. 500'ün nə əlaqəsi var bilmədim. Daha nəsə da göndərib də 500 mat pisdir ki. Gedim şeylərmir. Gedim restorana da. Oyda. Bəlkə o Eyfel gülləsi var güllə. Bəlkə onun altındakı restoranda yeyim içim. Görüm o güllə hardadır. Buradaydı. Hardaydı? Elə buydu hə deyəsən. Yoxsa necə? Elə buydu. Bu TV Tower'dı deyən. Telekanaldı ya o bir şey buralardaydı ya hardaydısa xəritənin də təzə köçmüşəm şəhərə. Nə bilim daha gedim bir də restoranda oturum yeyim içim də mən də. Getdim qaqa, getdim şəllənəmə, getdim.